hafizlər, hamı ki, bəli, bu qədər ayəmiz var. Bundan artıq yoxdur. Odur ki, əgər hansısa bir cümlə və ya cümlələr Quran ayəsi ünvanında qəlmə verilsəydi, müəyyən kəlmə, ora bir əlavə edirlər, deyirlər ki, saxla. Axı o ayə yoxdur axı bizim zehnimizə, yaddaşımız. O hara çıxartmısan? Əgər bu addım atılsaydı, bu hamıya aydın olardı və hamı bunu inkar eləyərdi ki, bu ayə haradan çıxartdın? Mən Rəsul Peyğəmbər yanında olmuşam, mən hafiz, o hafiz, sahabəyi, axı Peyğəmbər bizə bu ayə demir. Həm dəqiq biləcəkdilər. Bundan əlavə, Qur'anın nurani ayələri elə bir misilsiz fəsahət və gözəyə malikdir ki, əgər hər hansı bir kəlmə Quran ayəsi ünvanında Quran-Kərim yerləşdirilsə, bəsrət gözə sahib olan insanlar gözləyir ki, bu cümlədə 10 dənə, bu ayədə 10 dənə kəlmə var, 19-undan nur gəlir, birindən gəlmir. Biləcək ki, bu elə olub o həqiqətdə. Biləcək ki, bu ayə, bu kəlmə Qurandan deyil, özünü salıb bura. Nur, bəsrət əhli o kəlmədən nur gəlir, nur gəlmir, ondan bilirdilər və kəlmənin formasından ki, axı bu Allah kəlməsinə oxşamır. Quran kimi ünsiyyətdə çox olsa, ünsiyyətdə, məsələn, ona atılan müəyyən bir ayələr, adı altına müəyyən bir dualar. Deyirlər ki, bu hansı ayədir? Baxsan cümləyə, bəlkə sizdə olub nağdından bilirəm. Desən ki, axı bunda bir ayə iyi gəlmir bundan. Hələ biz balaca savadımızla, çox insan bilirsə, baxsan ki, məsələn, bundan ayə iyi gəlmir. Bundan hədis iyi gəlir deyim, şeir iyi gəlir, dualar iyi, zikir iyi. Amma bu ayə ünvanı deyil. Həm o içdən bir hissiyat mı deyim, nə bilim, bir elmin çoxalması, hafiz olmaqlı və hətta ərəb dilini güclü bilməklik baxımından baxsan, bu sözdə fəsahətli, bəlağətli yoxdur nəsə, qrammatik bir şey yoxdur burada. Bu sözdə müəyyən bir dolğunluq yoxdur. Fəsahət və bəlağət, gözəlliyə malikdir ki, əgər hər hansı bir ayə bəlağətli bir xətibin xütbəsində yer alsaydı, qaranlıqda işıq saçan çıraq kimi o görünəcəkdi. Məsələn, bir dəfə alim danışır, ərəbində danışır, bir dəfə o cümlə deyirsən ki, bu ayət. Seçilir ayələrimiz. Belə olduğu təqdirdə fərz etmək olarmı ki, Quranda təhrifun biz ziyadə, yəni çoxalma olub? Bu, ümumiyyətlə, bunun yeri yoxdur, deyək ki, Quran-Kərim çoxalıb. Nə əsrlər boyu heç kim onu iddia eləməyib. İddia plus sübut da yoxdur. Hələ sübut öz yerində, ümumiyyətlə iddia yoxdur. Ona cümlə və ya cümlələr artırılmış və kimsə bunu seçməmişdi, yəni. Yəni, bu şey mümkün olan bir şey olmayıb indiyə qədər. Bu məlum, Quran-Kərimdə artırma olmayıb. Əlbəttə, Qurana hərflərin artırılması və ya bəzi hərəkələrin dəyişilməsi ehtimalı kimsə inkar eləmir. Ehtimal nə deməkdir? Nəzəriyyə kimi demək ya. Yəni, mənə elə gəlir, deyəsən, bəlkə şayad artırıla bilər buna hərəkə hərf. Əksinə, bunu isbat etməyə də mümkündür. Lakin, bu Qur'anın toxunulmazlığına xələl gətirmir. Bir nəfər gəlsin desin ki, bəzi hərəkət dəyişilib və ehtimal versə ki, hə, bu şey olub. Və ortaya sübut da qoyması mümkündür. Deyir, hə, ta gəlsin, ortaya sübut qoysun. Bu sübut, Quran-Kərim müqəddəsliyin əkə deyil. Niyə? Axı, sübut qoy, deyir, hə, sübut onun zehində sübutdur. Həqiqətə sübut deyil. Onun üçün sübutdur. Baxsın, danışır da elə, belə, filan. Amma baxsın, həqiqətdə bu sübut sayılmır. Onun zehində sübut sayılır. Amma həqiqətdə sübut sayılmır. Sübut sayılsaydı, bunda rəsə ərzində deyilər ki, ehtimal da var, nəzər ilə sürülür və sübut da var, Quran-Kərim bir şey artırılıb. İndə ki, o kim deyib? Heç kim. Deməsin, şər gəlməz, deməsin, şər xeyr gəlməz baxımdan dedikdə, ehtimal versin, orta sübut qoysa, Allah kimi olsun. Sübutu qoysun, sənin sübutun özündə boşluq var. İddia, sübutun möhkəmliyi. Hər sübut qəbul deyil ki. Sübut edirsən, o sənin üçün sübutdur. Axı, sənin bu sübutunda filan qədər boşluqlar var. Amma
Qur'ana söz və ya sözlərin artırılmasına gəlincə, baxmayaraq ki, vahid müshəfin yaradılmasından qabaq Osman ibn Əffanın xəlifəlik dövründə yaxşı, bura niyə artırma yazıb ki? Gəlir zehnimizə, yoxsa mən bir balaca nəsə dayandım. Yuxarı olsa şey deyir də, olsa nə davam edir də mövzunu. Davam edir ki, amma hələ bunun ardıdır. Bəli, ardıdır, hə, artırılması. Amma Qur'ana söz və ya deyir, məsələn, axı Osmanlı dövründə Qur'ana əl dəyib də, beydək. Qiraətlərin müxtəlifliyi filan filan. Deyir, buna bir növ şans idi də bəziləri üçün ki, bundan istifadə etsinlər boşluqdan və ora bir şey artırsınlar. Bundan danışır. Deyir, amma Qur'ana söz və ya sözlərin artırılması gəlincə, baxmayaraq ki, vahid müshəf yaradılmasından qabaq Osman ibn Əffanın xəlifəlik dövründə bu məqam səhabələrin müshəflərində mövcud idi. Nə məqam? Artırılma. Qur'anda yox ha, Qur'an yerindədir. Peyğəmbər gələn bu kağız, bunlar yerindədir. Bundan köçürtmək ki, bu müshəflər var. Deyir, sahabələrin müshəfi Qur'an demək deyildi ki. Niyə? Orada çünki şəxsi nəzər, şəxsi qiraətlər, azamın çoxmu ola bilərdi. Qur'andan dili söhbət, bu müshəflərdən yox. Deyir, var idi, orada oxumuşuq hətta biz. Məsələn, əvvəlki müshəfindən Osman müshəfindən fərq var idi. Übəyin Nərli müshəfindən Zeyddən fərq vardı. Bunda olan Əhzab oxumuş, Əhzabın hansı ayəsi oxumuşdan yox idi. Bu müshəflərdir, biz Qur'an danışırıq. Hətta bəzi alimlər, o cümlədən Əbu Davud Sijistaninin sahabələrin müshəfləri arasındakı fərqli məqamları Əl-Məsahif adlı əsərin qeydləyib. Oxumuşuq bir müəyyən səviyyə az. Bu müəllif gəlib daha çox qeyd edib ki, filan qarilərdir, Quran-Kərim yazanlardır, amma onların mənbə, baxın, bu bir dənə kitabdır, düzdür. Bundan sən köstürsənsə bu kitaba, mənlə köstürsəm, o da köstürür. Nə fərq olmalıdır ki? Ya sən bilə-bilə, ya bilməyə-bilməyə, ora bir söz artırmısan? Bilə-bilə olsa, iki qat günahdır. Bilməyə-bilməyə, sən necə o diqqətsiz olmusan? Axı, sənə cəmaət iş tapşırıb. Və bu müshəf də göndərilməlidir müəyyən məntəqələrə. Deyir, bu müəllif gəlib müshəflərdə olan fərqliliyi barəsində kitab yazıb. Əl-Məsahif adında. Lakin, vahid müshəf yaradıldıqdan və Qur'an müsəlmanlar arasında tanınmış olur şəkildə yığıldıqdan sonra bu məsələ ortaya çıxmamışdı. Deyir, boşluq var idi. Boşluq var idi. Quran-Kərim o yığılan vaxtlarda, yazılan vaxtlarda qiraətlərin Osmanlı dövründə, cəm olması dövründə var idi fərqlər. Sonra yenə də ələndi. Oxumuş əvvəlcə. Neçə 7.000, 70.000 nə qədər Osmanın tərtib etdiyi o qiraətlərdə nə qədər boşluq var idi. Fərqli. Yəni zehnindən çıxdı rəqəm. Amma 7 rəqəm 700, 7.000, 70.000 belə bir şey. Osmanlı tərtib etdiyi o müshəflərdə neçə min orada fərqlər var idi. Deyir, hə, qutarana qədər var idi. O ki, yekunlaşdı. Görürlər ki, burada mənim boşluqlar var. Bunları kənara qoydular. Hansı ki, daha doluğundur. Məsələn, 5 dənə müshəf. Bunların hamısı eyni ola saxladılar. Qüvvədə onları göndərdilər. Dilimizi 5 və 7 dənə şəhərə.